إن الحمد لله نحمده ونستعينه ونستغفره ونعوذ بالله من شرور أنفسنا ومن سيئات أعمالنا من يهده الله فلا مضل له ومن يضلل فلا هادي له وأشهد أن لا إله إلا الله وحده لا شريك له وأشهد أن محمدا عبده ورسوله اللهم انفعنا بما علمتنا وعلمنا ما ينفعنا وزدنا علما. Deməli, fikirləri islah etmək, insanın qəlbindən keçən fikirlərin islahı. Əbu Hüreyrə deyir ki, Allah Resulü sallallahu aleyhi və səlləm belə buyurmuşdur. İnna Allah azze və cəllə təcavəzə li ümməti amma haddəfət bihi ənfusuhə. Həqiqətən Allah Teala mənim ümmətimə nəfsinin danışdığı fikirlər, o söhbətli keçmişdir, yəni bağışlamışdır. Mə ləm tə'məl əv təkəlləm bihi, nə qədər ki, əməl etməyib və yaxud da danışmayıb. Yəni, gələn fikirlər, insana pis fikirlər gələ bilir, günah fikirlər gələ bilir. Nə qədər ki, danışmayıb o fikirləri və yaxud da o fikirlərə əməl etməyibsə, Allah Teala keçirən günah yazılmır. Deməli, insanın əməllərinin başlanğıcı istər xeyir, istər şər olsun. Salih əməllər və yaxud da pis əməllər olsun, qəlbində dolaşan fikirlərdən ortaya çıxır. Öz nəfsində dövr edən düşüncələrdən. Sonra bu fikirlər iradəyə çevrilir, qətiyyətə, sonra əməllər ortaya çıxır. Və kim də öz fikirlərini, düşüncələrini qoruyub saxlaya bilər, idarə edə bilərsə və gözəl şəkildə fikirlərinə sahib ola bilərsə, hansı ki, qəlbi üçün bir qapıdır. Qəlbini qorumuş olar o fikirlərdən, o pis düşüncələrdən və həmçinin yəni, qəlbinə başqa pis şeylərin daxil olmasını qoruyarsa, qəlbinə Allah Teala'nın sevmədiyi, razı qalmadığı fikirlərin girməsinə mane olarsa, qəlbi salamat qalar həlakdan, məhv olmaqdan. Və kim də fikirlərini boş buraxarsa, insan pis-pis fikirlər gəlir, aşağı, rəzil fikirlər gəlir, görürsən fikirlərin ardınca gedir, əksinə özü o pis şeyləri fikirləşirsə əgər, hansı ki, nəfsinə gəlir və sonra nəfsində bu fikirlər daha da yer alır, bərkiyir və ondan sonra daha böyük şər ortaya çıxır, Allah qorusun. İbn-i Qayyim bilir ki, fikirlərin işi çətindir. Çünki fikirlər xeyrin və şərrin başlanğıcıdır. Bu fikirlərdən iradə, istəklər ortaya çıxır, qətiyyət ortaya çıxır. Və kim də fikirlərinə malik olar, sahib olarsa, öz nəfsini yüyənləmiş olar, öz nəfsinə sahib olar. Və kimə də o fikirlər qalib gələrsə, öz nəfsi istəkləri qalib gələrsə, o insan nəfsinə məğlub olar. Və kim də qoruyarsa fikirlərini, öz nəfsinin yüyənini əlində tutarsa, o insan nicət tapar. Və kim də fikirlərinə qarşı səhlənkar olarsa, bu fikirlər onu həlakə sürükləyər. Və fikirlər insanda, insanın qəlbində davam edir və nəhayət batil arzulara çevrilir. Fikirlər, batil arzular. Necə ki, Allah Teala Nur surəsində buyurur, Kəsərabin biqi'atin yəhsəbuhu zam'anu ma'an. Sanki düz bir yerdə ilğım kimidir. İlğım aydındır da, sanki suya bənzəyir. İsti havada insan onu su hesab edir. Susuz insan onu su hesab edir. Hatta idəcəhu ləm yecidhu şeyən. Nəhayət ora gəlib çatanda heç nə görür ki, yox. Yəni bu arzular, batil arzular da elədir. Sanki nəysə var, amma ortada heç nə yoxdur. وَوَجَدَ اللّٰهَ عِنْدَهُ فَوَفَّاهُ حِسَابًا.
və Allah Teala'nı yanında tapar. Yəni Allah Teala o insanın əməllərini yazır, əməllər yazılır və onun hesabı tam şəkildə verilir. Vallahu səri'ul hisab və Allah Teala tez hesab çəkəndir. Və insan üçün ən faydalıdır ki, yəni qəlbində olan fikirləri 4 şeylə düzənləyə bilsin. 4 şeydir, 4 qapıdır, 4 işdir. Birinci o fikirlər ki, dünya faydalarını insana gətirir. İkinci o fikirlər ki, dünya zərərlərini insandan uzaqlaşdırır. Üçüncü o fikirlər ki, ahirət faydalarını insana cəlb edir. Və dördüncü də o fikirlər ki, ahirət zərərlərini insandan dəf edir. Və bu 4 şeyi insan özündə formalaşdıra bilərsə, bu 4 fikirlərlə o insan nicat tapar. Dünya və axirətdə səadətə qovuşar. Başlanğıc deməli insanın düşüncə fikirlərindəndir. Və İbn Qayyim deyir ki, insan fikirlərini, yəni düşüncələrini qorunmağa həris olmalıdır. Bu 4 şeylə. 4 şeylə. Hansılar idi? Dünya faydalarını cəlb edən fikirlər, dünya zərərlərini uzaqlaşdıran, ahirət fikirlərini cəlb edən, ahirət xeyirlərini, ahirətin xeyrini cəlb edən və ahirət zərərini uzaqlaşdıran. İnsan bu fikirlərlə, bu düşüncələrlə yaşamalıdır. Və kim dedi bunları qoruya bilərsə, bu 4 şeyi və başqa bir şey yol açmağa imkan verməzsə, insan nicat tapar. Yox, əgər görsə ki, üst-üstə düşür, onda ən mühüm olanı önə çəkməlidir. Görsə ki, bu da var, bu da var, daha mühüm hansıdır, daha xeyirli hansıdır, onu qabağa çəkməlidir. Və sonra deyir ki, elə şey var ki, insan mühümdür, yəni insan əlindən çıxmır. Digəri var ki, çox da mühüm deyir, lakin əlindən çıxır. İnsan düşüncəli, uzaq girən olmalıdır ki, ən faydalı hansıdır onun üçün. Və insan üçün ən faydalı fikir, düşüncə, Allah üçün, ahirət diyarı üçün, ahirət yurdu üçün olandır. Ən faydalı fikirlər, ahirət, Allah üçün, ahirət yurdunu düşünən fikirlərdir. Və bu da bir neçə növdür. Birincisi, İnsan Allah Teala'nın nazil etdiyi ayələri fikirləşməsi, yəni Quran ayələrini. Allahın kəlamını, hansı ki Allah Teala öz kəlamını hidayət olsun deyə insanlar üçün və bəyan olsun deyə, haqqı batildən ayırt etmək üçün nazil etmişdir. İnsanların hidayəti üçün, yol göstərməsi üçün, insanların dünya və axirətdə səadətə qovuşmaları üçün Allah da ayələr nazil etmişdir. Və Allah Teala bu Qur'anı, bu ayələri nazil etmişdir ki, insanlar düşünsün, tədəbbür etsin və bununla hidayət olunsunlar və buna əməl etsinlər. Necə ki, Nisa surəsində Allah Teala buyurur, Əfələ yətədəbbərunəl Qur'an, məgər onlar Qur'anı tədəbbür etmirlərmi? وَلَوْ كَانَ مِنْ عِنْدِ غَيْرِ اللّٰهِ لَوَجَدُوا فِيهِ اِخْتِلَافًا كَثِيرًا. Əgər Qur'an Allah'tan qeyris tərəfindən olsaydı, onda çoxlu ixtilaflar görərdilər. Və həmçinin Allah Teala buyurur, Kitabun enzəlnahu ileyke mübarək. Bizim sənə nazil etdiyimiz kitab mübarəkdir. Liyəddəbbəru ayəti, ayələrini fikirləşsinlər, tədəbbür etsinlər. Və liyətədəkkərə ulul əlbəb və ağıl sahibləri ibrət alsınlar deyə. Və Quran nazil olubdur, tədəbbür etmək, fikirləşmək, insan doğru yol tutması üçün. Lakin insanlar isə müxtəlifdir. Elə insan var ki, sadəcə qiraət edir. Quran oxuyur, ancaq ayələri oxuyur, fikirləşmir. Və ayələri düşünmək, mənasını anlamağı fikirləşmir və əməl etməyi də fikirləşmir. Necə ki, Fudayl ibn İyad deyir ki, Quran nazil edilmişdir ki, əməl olunsun, lakin insanlar onun sadəcə qiraətini əməl hesab etdilər. İkinci o fikirlər ki, yəni görünən, müşahidə olunan ayələr barəsində fikirləşmək. Yəni Allah Teala'nın, çünki ayələr iki cürddə, yazılı ayələr, bir də
müşahidə olunan ayət, yəni əlamət deməkdir. Əlamət, nişanə, möcüzə, yəni Allah Teala'nın əzəməti, Allahın qüdrətinə bir nişanə. Və bu da müşahidə olunan ayətlər, yəni Allah Teala'nın yaratdıqlarıdır. Bu geniş kainatdır. Və insan bunları düşünməli, fikirləşməlidir, məxluqatı. Hətta özünü, öz bədənini, öz bədən quruluşunu, öz cismini, hansı ki Allah Teala buyurur, وَفِي أَنْفُسِكُمْ أَفَلَا تُبْصِرُونَ. Sizin öz nəfsinizdə, özünüzdə də ayətlər, dəlillər vardır, məgər görmürsünüz. Əgər fikirləşərsə insan, qəlb yaradanı təzim edər. Bu qəlb, düşünürsə insan ayələri, bu kainatı, Allah Teala'nın yaratdıqlarını, düşünürsə qəlb Allah Teala'nı tanıyır, Allah'ı sevir, Allah Teala'dan umur, mükafat və Allah'ın əzabından qorxur və Allah Teala'nın razı qaldığı əməlləri etməyə çalışır. Necə ki, Əl-İmran surəsində Allah Teala buyurur, İnnə fi xalqis səmavati vəl ard. Həqiqətən göylərin və yerin yaradılmasında, vaxtilləfil leyli və nəhar, gecənin və gündüzün bir-birini əvəz etməsində, ləayətin liulil əlbəb, ağıl sahibləri üçün ayələr, nişanələr, dəlillər vardır. Deməli, əgər bir insan göylərin, yerin yaradılışı, gecənin, gündüzün bir-birini dəyişməsi, əvəz etməsini fikirləşmirsə, düşünmürsə, ibrət almırsa, ağlında naqislik var. Çünki Allah da deyir ki, bunlarda ayət, nişanə, dəlil vardır ağıl sahibləri üçün. İndi kimlər də ağıl sahibləri? Əl-ləzīnə yəzkurunəlləhə, o kəslər Allahı xatırlayırlar, Allahı anırlar, zikr edirlər ayaq üstə, oturaraq və yanlar üstə. Və yətəfəkkərunə fi xalqis səməvat vəl ard, və göylərin və yerin yaradılışı haqqında düşünür, fikirləşirlər və deyirlər ki, ey Rəbbimiz, sən bunları boş yerə, əbəs yerə yaratmamısan. Sən nöqsansızsan, nöqsan sifətlərdən uzaqsan, fəqinə əzəbənnər, və bizi cəhənnəm əzabından qoru. Və insan düşünür, ibrət alırsa əgər, bu onu Allah Teala'ya yalvarmağa, dua etməyə, Allah qarşısında zəlil olmağa aparır. Üçüncüsü, fikirlərdən Allah Teala'nın bu əzəmətli neymətlərini fikirləşmək. Allah Teala'nın uca neymətləri, Allah'ın verdiyi bu hədiyyələr, bəxşişlər, hansı ki saymaqla insan sayıb qurtara bilməz. Əgər insan fikrini bununla məşğul edərsə, Allah Teala neymətlərini düşünür ki, bunu verən Allah Teala'dır. Bir-bir düşünür. Allah'ın verdiyi neymətləri, özündə olan, ailəsində olan, cəmiyyətdə olan neymətləri düşünürsə, bu insan çevrilib olur, şükredən bir qul. Allah'ın neymətlərini şükredən və Allah'ı zikr edən, Allah'a həmd edən bir qula çevrilir. Və Allah'a tərif edir. Və Allah Teala Nəhl surəsində, Nəhl surəsinin 2 adı var da. Nəhl nə deməkdir? Bal arısı. Və ikinci adı bu surənin neymətlər. Bu surənin ikinci adı neymətlər. Çünki Allah Teala neymətləri xatırladır bu surədə. Nəhl surəsində Nəhl surəsinin 2 adı var. Neymətlər, bir də bal arısı. Yəni bal arısını da zikr edən Allah Teala və həmçində digər neymətlərini də zikr etdiyi üçün 2 adı var. Və sonra Allah Teala bu neymətləri zikr edir və 81-ci ayədə deyir ki, كَذَٰلِكَ يُتِمُّ نِعْمَتَهُ عَلَيْكُمْ. Beləcə Allah neymətlərini sizə tamamlayır. لَعَلَّكُمْ تُسْلِمُونَ. Siz müsəlman olasınız. Allah'a təslim olanlardan olasınız. Və bunda bir işarə var ki, insan neymətləri düşünməsi, fikirləşməsi, ki, özündə olan, öz ailəsində olan, cəmiyyətində, ətrafında o neymətləri insan düşünməsi, fikirləşməsi, bu insanı Allah'a təslimiyyətə aparır. Hər anında. Allah Teala'nın qarşısında boyun əymə aparır. Amma əgər düşünərsə də, bu neçəncisi idi? 3 idi də. Birincisi,
Hə? Axırda xeyrini istəmək üzərindən olur. Birinci düşünmək insanın Allah Teala'nın nazil etdiyi ayələri düşünməsi. Yəni Qur'anı. Ayələr oxuyur, ayələri düşünür. Ərəbcə bilmir, tərcüməsini oxuyur. Mənasını düşünmək, başa düşməyə çalışır. Ki Allah Teala nazil edib, Rəbbim nazil edib ki mən başa düşüm nə deyir. İkincisi görünən kainatda ulduzlar, külək, yağış, sellər, ağaclar və s. Üçüncüsü nimətlər. Allah da nə qədər nimətlər verib. Dördüncüsü öz günahlarını fikirləşmək. İnsan özünün səhvləri, günahları, gündəlik etdiyi günahlar və ayələr, görünən məxluqat ayələr, Allah Teala verdiyi nimətlər, sonra nədir? Öz günahları. İnsanın etdiyi günahlar. Allah barəsində etdiyi günahlar, Allahın haqqına qarşı və həmçinin özünə qarşı zülm etməsi və bir də Allah Teala'nın yaratdığı məxluqata, insanlara. Və həmçinin düşünməlidir ki, Allahın haqqına qarşı insan nə qədər səhlənkardır. Allahı layiqincə dəyərləndirir. Və insan fikrini bu cür məşğul edərsə, öz günahlarını, öz səhlənkarlığını, Allah Teala'nın haqqına qarşı müqəssirliyini düşünərsə, bu pisliyi əmr edən nəfsi sındırmağa aparıb çıxarır. İnsanın nəfsi sınar Allah qarşısında. Və həmçinin özündən razılıq gedər. Bəzi etdiyi yaxşı əməllər, namazı olsun, sədəqəsi olsun və yaxud da başqa yaxşı əməllərə görə özündən razılıq, özü haqqında yaxşı düşüncələr yoxa çıxar. Yəni, özü ilə qürurlanmaz, aldanmaz. Qəlb, Allah qarşısında sınan, boyun eğən bir qəlb olar. Və öz səhlənkarlığını, günahlarını bilən bir qəlb olar. Və Allah Teala'nın razılığını əldə etmək üçün çalışmağa başlayar. Bu deməli dördüncüsüydü. Beşinci fikirlər, faydalı işlər haqqında fikirləşmək. Və ən faydalısı da vaxtının vacibini düşünməsi. Yəni, indi, hal-hazırda mənim üzərimə vacib olan nədir? Fərz nədir? Yəni, bir var insan keçmişi fikirləşir, onun faydası yoxdur. Yəni, keçmişdə olan şeyləri fikirləşə bir fayda yoxdur. Və yaxud da gələcəkdə olacaq şeyləri fikirləşir, dərd edir, gələcəyə də insana zəmanət verilməyib, sağ çıxacaq yoxsa yox. Ona görə insan vaxtının vacibi nədir, onu fikirləşməlidir. Və insanların çoxsu da batil arzular içərisində üzür. Arzulardır, gününü unudur. İndi mən nə etməliyəm? Bu dəqiqə hal-hazırda üzərimə düşən nədir? Namaz, Quran oxumaq, Quranı başa düşməyə çalışmaq və yaxud da başqa gündəlik vacib olan işlər vardır üzərində insanın. Onu düşünməsi. Amma insanlar əksəriyyəti isə xam xəyallarla yaşayır. Və elə insan var ki, planlar tökür 10 illər sonraya, 20 il sonraya. Amma bugün üzərinə vacib olanı, fərz olanı zay edir. Namazı olsun, başqa əməllər olsun, bugün üzərində vacib olan, fərz olanı zay edir. 15 il sonra, 10 il sonra, 5 il sonra, 20 il sonra olacaq şeyləri düşünür, planlayır. Və keçmişdə də demişlər ki, insan gününün oğludur. Və gününün vacibi, əməli nədir, onu fikirləşməlidir. Və tam düşüncəsini, qəlbini bunun üçün toparlamalıdır ki, nəfsi ilə mücahidə edərək, mübarizə apararaq ki, bugün günəş batmamış, günəş batana qədər bugün üzərimdə olan vacibi Allah Teala mənə vacib etdiyini əda edim. Yerinə yetirim doğru düzgün şəkildə. Və Allah Teala'nın qəzəbinə səbəb olan nə var, ondan uzaq olun. Bugün vacib olan şey budur da, əmirləri yerinə yetirmək və qadağan olunan şeylərdən də uzaq durmaq. Yəni,
bugün bu saat insanın üzerine vacib olan şeyler var. Ki günahlarla üzde kalır. Vacibdir ki günahları tərk eləmək. Vacibdir ki günah yollarından uzaq durmaq. Və insan yani günlər keçir, vaxtlar ötür, bu cür həyatı bu cür keçir. Və əgər nəfsi ilə mübarizə apararaq gününün vacibi, vaxtının fərzi nədir, onu yerinə yetirməyə çalışarsa, o insan gündən günə Allaha yaxınlaşar. Allah yanında ucalar. Və hər gün onu daha da xeyrə yaxınlaşdırar. Və Allah yanında dərəcəsi qalxar. Və bundan başqa fikirlər vəsvəsələrdir. İnsanın qəlbində vəsvəsələrdir, boş arzular, xam xəyallar və insan da bu cür şeylərdən fayda əldə edə bilmir. Əksinə insana zərərdir, dünyada da, axirətdə də. Allah Teala'dan istəyirəm ki, bizim qəlblərimizi islah etsin. Və İbn Qayyim deyir ki, bil ki, fikirlər, vəsvəsələr fikrin bağlandığı şey aparır. Yəni, fikir nəyə bağlanıb? Fikir nə ilə bağlıdır, nə ilə məşğuldur? Bu fikirlər, bu vəsvəsələr nəyə bağlıdırsa insanı oraya aparır. Və insanın fikri düşünməyə aparır. Yavaş-yavaş düşünür. Və bu düşünmək də fikrinə gələn şeylər düşünür və düşündükcə iradəyə çevrilir, istək yaranır. İnsan bir şey düşünür, onu fikirləşir və sonra onu istəməyə başlayır. İradə yaranır. Və bu iradə, istək də keçir bədən üzvlərinə və bədən üzvləri əməl etməyə çalışır. O iradə etdiyi, istədiyi şeyi əldə etmək üçün. Və ondan sonra bu əmələ çevrildikdən sonra insanda bu möhkəmlənərək bir adətə çevrilir. Ondan ayrılmayan adət. Halbuki bunun əvvəlini, o fikirləri uzaqlaşdırmaq daha rahatdır. Artıq möhkəmlənəndən sonra insanda bir adətə çevriləndən sonra çətindir. Adətə çevriləndən sonra bu fikirlər insana hücum edir. Lakin iman gücü və insanda ağıl doğru düzgündürsə, bunlar kömək edir insana ki, ən doğru olana, Allah Teala'nın razı qaldığına tərəf insanı yönətsin və çirkin olanı uzaqlaşdırsın deyə. Və bəzi hikmətli insanlara deyirlər ki, günahın səbəbi nədir? İnsan niyə günah edir? Nə üçün? Haramları edir və yaxud da vacibləri tərk edir. Ki, bu da günahdır da. Günahın səbəbi nədir? Deyir ki, fikirlər. Əgər fikirləri düzəldə bilsən, Allaha dönməklə, Allaha qayıtmaqla bunlar gedir. Əgər etməsən, bu fikirləri Allaha dönməklə islah etməsən, başqa şey ortaya çıxır, başqa fikirlər. Və ondan sonra vəsvəsələr və fikirlər qarışır və insanda bir şəhvət, istək yaranır və bütün bunlar da insanın qəlbində yer alır. Hələ ki, daxildə yerləşir, bədən üzvlərinə çıxmır. Əgər insan bu şəhvət, bu istəyini də dəf edə bilərsə, qurtarır, yoxsa tələb ortaya çıxır. İnsan tələb edir. Və ondan sonra da əməl, feil gəlir. Yəni, fikirlər, insan düşünməsin ki, fikirlərə görə bir şey yoxdur. Günah yazılmır. Yəni, Allah Teala'nın qəzəbinə səbəb deyil. Belə şey insan düşünməli deyil. İnsan fikirlərini də qorumaya çalışmalıdır. Bu qəlb evi pis şeylər fikirləşməsin, pis şeylər gəlməsin. Və Allah Resulü sallallahu aleyhi ve sellem dualarından da deyərdi ki, Allahümme ati nəfsi təqva, Allahım nəfsimə təqvasını ver.
Və zəkkiyə əntə xeyru mən zəkkiyə. Nəfsimi təmizləsən, onu ən xeyirli təmizləyənsən, əntə valiyyuhu və mələhə. Sən onun sahibi ağasısan. Yəni Allah Resulü sallallahu aleyhi ve sellem Allah da istəyir ki, qəlb təmizlənsin, qəlbi pak etsin. Və qəlbin də təmizlənməsi, pak olması pis fikirlərdən salamat olmaqla olur. Və insanı korlayan düşüncələrdən salamat olmaqla olur. Şər istəklərdən salamat olmaqla, o batil fikirlər, o pis düşüncələrdən salamat qalmaqla. Əgər qəlb bundan salamat olarsa, onda qəlbdə iman, itaət yer alar. Bununla qəlb təmir olar. Və bu qəlb təmiz, pak qəlb olar. Və qiyamət günü Allahla görüşəcəyi gün o qəlb sahibi nicat tapanlardan olar. Çünki Allah da bildirmişdir ki, qiyamət günü xilas, nicat yalnız salamat qəlblə gələn üçündür. Yəni, bu çirkin fikirlər dolaşan qəlb salamat qəlb ola bilməz. Və bu da insandan tələb edir qəlbini təmizləmək, qəlbini qorumağı. İnsan fikirlər, düşüncələr, pis şeylər, Allah Teala'nın sevmədiyi, razı olmadığı şeyləri düşünməkdən qəlbini qorumalı, salamat saxlamalıdır. Və Allah Teala'ya duanı çoxaltmalıdır. Çoxlu dualar, yalvarışlar etməlidir. Çünki qəlblər Allah Teala'nın əlindədir. Və həmçinin insan mübarizə aparmalıdır ki, qəlb qorunsun. Qəlbi nəzarət eləsin, qəlbi islah eləsin və korlayan hər şeydən uzaq olsun. Və qəlbin korlanması ora gələn şeylərdəndir. Qəlbə gələn hər hansı bir şeydən qəlb korlanır. Və qəlbə gələnlər də nə ilə gəlir? Ya qulaqla insan eşidir neysə, musiqi eşidir, söyüş, qeybət, batil sözlər və yaxud da gözlə, haramlar, Allah Teala'nın sevmədiyi şeylərə baxır və xüsusən də indiki dövrdə hansı ki şər yayılmışdır. Alimlər deyir ki, bu cür yəni şər, bu cür açıq-saçıq geyim, bu cür fəsad insan bəşəriyyət tarixində heç görülməmişdir. Və insan qorumalıdır və çalışmalıdır ki, qorusun. Allah Teala'dan yardım istəyərək, dua edərək və əgər öz nəfsini qoruyarsa, qəlbə gələn yolları qoruyarsa, Allah Teala'nın izni ilə hifz olunmuş, qorunmuş olar. Çünki qoruyan Allah Teala'dır. İnsan üzərinə düşən nədir? Çalışmaq, amma qoruyan Allah Teala'dır. İbn-i Qayyim deyir ki, bil ki, gələn o bəzi fikir insana zərər vermir. Zərər verən şey insan o fikrin ardınca getməsidir. Onu düşünməsidir. O fikri özünün cəlb etməsidir zərər verən. O fikir sanki yol keçən birisi kimidir. Yol keçən insan kimidir. Əgər sən onu çağırmasan, onu tərk eləsən ki, o keçib getsin, o keçib gedəcəkdir. Yox, əgər çağırsan, öz söhbəti ilə, danışığı ilə səni sehr edər və səni aldadar. Və bu fikirlər boş, batil nəfs üçün rahatdır. Lakin salamat nəfs üçün, salamat qəlb üçün ağırdır. Və Allah da insanda nəfs yaradıb, həm əmr edən, pisliyi çox əmr edən nəfs və həmçinin rahat nəfs. Və bu ikisi bir-birinə qarşı düşməndir. Və birinə yüngül olan, o birisinə ağır olur. Biri bir şeylə ləzzət alırsa, onun ləzzət aldığı ilə bu ağır çəkir. Və insana pisliyi çox əmr edən nəfs, bir də rahat nəfs, xatircəm nəfs. Yalnız ki, Allah da buyurur ki, ya əyyətuhən nəfsul mutmain, ey rahat, xatircəm nəfs,
hansı ki bu cənnət əhli olan müminin nəfsidir. İrci'i ilə rabbiki radiyətən mardiyyə. Rəbbinə tərəf qayıt dön, razı olaraq və həmçinin səndən razı qalınaraq. Fədxuli fi ibadi və dxuli cənnəti. Qullarımın arasına daxil ol və cənnətimə daxil ol. Rahat nəfs. Bir də var pisliyi çox əmr edən nəfs. İnnən nəfsə lə əmmaratun bis-su'ayətin nəfs. Pisliyi çox əmr edəndir. Və bu ikisi bir-biri ilə qarpışır, çarpışır, mübarizə aparır. Birinə ləzzət verən o birisinə ağrı verir. Və pisliyi əmr edən nəfs üçün ən çətin Allah üçün olunan əməldir. Və ixlasla edilən əməl pisliyi çox əmr edən nəfsə ağırdır. Və Allah Teala'nın razı olduğu şeyi öz nəfsi istəklərindən üstün tutmaq bu nəfsə ağır gəlir. Halbuki bunun üçün ən faydalısı elə budur. İnsan nəfsi üçün ən faydalı Allah üçün olunan əməllərdir. Allah Teala'nın razı qaldıqlarını öz nəfsi istəklərindən üstün tutmaqdır. Və xatircəm nəfs, mutmain nəfs üçün isə ən çətini, ən pisi, ən ağırı Allahdan qeyrisi üçün əməl etməkdir. Və nəfsi istəklərin, havanın, şəhvətin çağrışçısına icabət etməkdir. Və bu da ən zərərlisidir. Və mələk də deyir, bununla qəlbin sağ tərəfindədir. Və şeytan isə o birisi ilə qəlbin sol tərəfindədir. Şeytan pisliyi çox əmr edən nəfslə bərabərdir də. Amma bu nəsə mələkdir. Və müharibə də davamiyyətlidir. Bunlar arasında müharibə davamlıdır. Dünyadan olan əcəlini tamamlamış müharibə, mübarizə dayanmır. وَالْبَاطِلُ كُلُّهُ يَتَحَيَّزُ مِعَ الشَّيْطَانِ وَالْأَمَّارَ. Və bütün batiller də şeytan və bir də pisliyə əmr edən nəfsdəndir. Və haqq hamısı da mələk və bir də rahat, xatircəm nəfsdəndir. وَالْحُرُوبُ دُوَلٌ وَسِجَالٌ. Və arasındakı müharibə də, mübarizə də gah bunadır, gah buna. Qalib gələn gah odur, gah budur. Hətta insan özü də gündəlik həyatda görsən bir gün içində səhər nəfsinə qarşı mübarizə aparandır, nəfsini cilovlayıb, Allah'tan razı qaldığı işləri üstün tutur, axşam və yaxud da günorta olduqda görsən dəyişdi, şəhvətlər qalib gəlir. Pisliyi çox əmr edən nəfsə təslim olur insan. وَالنَّصْرُ مَعَ الصَّبْرِ. Lakin kömək, yardım səbirlə bərabərdir. Səbirdə haramlara qarşı səbir etmək, insan addım atmaması və həmçinin Allah Teala'nın fərz etdiyi vaciblər üzərində səbirli olmaq və bir də ki, qədərə səbir etmək. وَمَنْ صَبَرَ وَصَابَرَ وَرَابَتَ وَاتَّقَ اللّٰهِ. Və kim də səbirli olarsa, təmkinli olarsa və keşikdə durar, qəlbinin keşiyində, nəfsinin keşiyində, Allah Teala'nın həddlərinin keşiyində durarsa və Allah'tan bacardığı qədər qorxar, təqvalı olarsa, fələhul aqibətu fid dünya və axirət. Dünya və axirətdə gözəl sonluq bu insanındır. Allah Teala bizim hər birimizin aqibətini gözəl etsin. Və Allah Teala elə bir hökm vermişdir ki, elə bir qanun, elə bir qayda qoymuşdur ki, heç vaxt dəyişilmir. Elə bir Allah Teala qayda, qanun qoyub ki, dəyişilməzdir. Və bu qanun nədir? وَالْعَاقِبَةُ لِلْمُتَّقِينَ. Gözəl sonluq müttəqilərindir. Gözəl sonluq müttəqilərindir. Bu aləmlərin Rəbbi olan Allah Teala'nın kəlamıdır və Allahın hökmü dəyişilməzdir. Gözəl sonluq mütləq müttəqilərindir. Və qəlb də boş lövhədir. Təmiz, boş lövhədir. Fikirlər sanki bu lövhə üzərində naxışlardır. Sən bir-bir bu qəlbə təmiz, lövhə kimi təmiz olan bu qəlbə fikirlər sanki naxışlardır. Bir ağıllı insan, ağıl sahibi olan insan necə razı olar ki, bu təmiz lövhəsinin naxışları yalan, aldatma,
hiləgərlik, batil arzular, həqiqəti olmayan xəyallar, bu hansı hikmətdir, hansı elmdir, hansı hidayətdir ki, insan bu cür naxışların bu qəlbində naxış kimi yer almasına razı düşür. Hansı ki, bu pis şeylər, Allah Teala'nın sevmədiyi şeylərdir. Necə insan ağıl sahibi olar ki, deyir, bu cür naxışların bu qəlb lövhəsinə düşməsinə, yazılmasına razıdır. Və əgər insan deyir, belə insan sanki kimi oxşuyur, qəlbinin lövhəsinə yazı, naxış vurmaq istəyir, faydalı elm yazılarını naxış kimi bu qəlbinə vurmaq istəyir, lakin bu qəlb lövhəsi faydasız şeylərlə artıq dolur. Faydalı elmi bu lövhədə hara yerləşdirəcəksən? Əgər bu qəlb, bu lövhə olan, bu təmiz qəlb bu cür zərərli şeylərlə dolubsa, faydalı elm haraya yazılsın? Əgər insan qəlbini bu alçaq, pis fikirlərdən təmizləməsə, boşaltmasa, o faydalı fikirlər, faydalı elm və s. bu qəlb lövhəsində yer ala bilməz. Və Allah Teala'dan istəyirəm ki, bizim fikirlərimizi islah etsin. Ancaq Allah Teala'nın razı qaldığı, Allahın sevdiyi fikirlərlə qəlbimizi məşğul edək. Və Allah Teala bizim qəlbimizi islah etsin. Və Allah Teala'dan istəyirəm ki, bizim hər halımızı islah etsin. Həm zahiri və həmçinin batini. Allah sizə bərəkət versin. Subhanəkə Allahumma və bihamdik. Əşhədü ən la ilahə illə əntə əstəğfiruka və etûbü ileyk.